Ukrayna müharibəsində diqqət çəkən yeni hücum baş verib. İddialara görə Ukrayna ordusu Luqansk vilayətində Rusiya Silahlı Qüvvələrinin komanda məntəqəsini yüksək dəqiqlikli aviasiya zərbəsi ilə məhv edib. Hücumun nəticəsində yüksək rütbəli zabitlərində olduğu bir qrup Rus hərbiçinin öldüyü deyilir. Məlumata görə əməliyyatın ilk mərhələsində Ukraynaya məxsus Shark pilotsuz uçuş aparatı Luqansk istiqamətində Rusiya ordusunun komanda məntəqəsini müəyyən edib. Bu tip kəşfiyyat dronları uzun məsafədən müşahidə aparmaq və koordinatları real vaxt rejimində ötürmək imkanına malikdir. Hədəf müəyyən edilib və daha sonra Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 Falkrum qırıcısı əməliyyata cəlb olunub. Təyyarə komanda məntəqəsinə Amerika istehsalı olan 2 ədəd 500 funtluq Jidam Air idarə olunan bomba satıb. Zərbə nəticəsində 18 Rus hərbiçi, o cümlədən bir neçə yüksək rütbəli zabit həlak olub. Bundan əlavə, onlarla hərbiçinin yaralandığı qeyd olunur. Komanda məntəqəsinin məhv edilməsi həmin istiqamətdə Rusiya qüvvələrinin koordinasiyasına və əməliyyat idarəçiliyinə ciddi təsir göstərə bilər.